itin birini biraz həbs eləmişəm. Ki buradan gəlim artıq sümüklərlə onu necə deyim, evcilləşdirmə deyir də türklər. Bizim dildə bu nədir? Tam belə bilmirəm. Əslində biri də olmalıdır. Ha. Ara qaçırsan, qaçma, bura gəl. Hayda. Bütün sümüklər qutardı. Bu hələ də ağıllanmır. Hamıya salam dostlar. Necəsiniz, nə var, nə yox? Yepyeni bir Minecraft videosuna xoş gəlmisiniz. Deməli, bugünkü videomuzda biz nə edirik? Artıq istəyirəm ki, heyvanları falan gətirim. Çünki baxıram ki, bizdə heyvan yoxdur ümumiyyətlə. Qoyundur, donuzdur, toyuqdur. Bunlar hamısı lazımdır. Deməli, başlayıram artıq. Bu dam deyim, nə deyim buna? Damı düzəltməyə, belə. Solda balaca bir it evi düzəltmişəm. O, yəni xırda bir şeydir deyən onu videoya çəkməmişəm. Çünki çox sadə bir dizaynı var. Ehtiyac olmaz məncə. Belə gördüyünüz kimi aralıqlarla qoyuram. Yenə bu biri tərəfdən də həmən aralıqlar qoyum. Dilim sürüşdü. Deməli, indi bu boşluqları doldururam. Sadəcə hərəsinə bir ara qoyuram. Bu qapı tərəfdə isə 2 ara qoyuram. Yenə buraları birləşdiririk. Vəsiyo, indi bunun arxa tərəfinə daşlarla daş qoyacağam. Daşlarla necə gözəlləşdirmək olar. Bu qapılarımızı da qoyduq. Vəsiyo. İndi yavaşdan daşları düzə bilərik. Deməli, 1, 2, 3, 4, 5. İndi bu tərəfə gəldik. 1, 2, 3, 4, 5. Bu tərəfinə sanki artıq qoymuşam ora. Ya bura nə əsli qoydum görən. Bu biri tərəfi indi bir keçim sayım. Bəlkə burada artıqdır. 1, 2, 3, 4, 5. Aha, burada 6 imiş. Problem buradadır. İndi bunların ikisini də arasını doldurum. Əla. İndi bunların üstünə bu kamp ateşindən qoyacağım. Çünki bu çox ayrı bir gözəllik qatır. Vəsiyo, indi isə bunları söndürmək lazımdır. Mən sadəcə bunların görünüşü maraqlıdır. Alova ehtiyacı yoxdur, çünki heyvanları yandıra da bilər. Mənə isə bu lazım deyil. Amma həqiqətən də çox fərqli bir görüntü yaranır belə. İndi bu hissəni artıq qapının üstünü düzəltmək lazımdır. Səhv qoydum. Eyni tərəfdə buradan da 2 dənə blok qaldırıram bunu. İndi isə yuxarıya qoyacağam bu yenə kamp ateşindən. Yox, o çox aşağıdan oldu. Üstündən qoyum onda, eybi yoxdur. Bu bir dənəni də qırım. Vəsiyo, indi isə yuxarını bu basamaqdır da bunun adı deyəsən. Ondan bəzəmək lazımdır. Əvvəlcədən bəlkə deyirəm buranı əliləyim. Bunları 3 blok qaldırıram. Biləkdə heyvanları yəni hara qoymaq lazımdır. Hərəsinə nə qədər yer düşür. Butinlə də eyni şəkildə eləyim. 3, 1, 2 və 3. Əla.
Deməli belə. Bunun biraz çox böyük oldu. Mənə lazımdır ki 3 dənə olsun da. Ona görə onu qırdım. Deməli birinə az yer düşəcək. Onda problem eləmək olmaz. Всё. Buranı da qırım. Burada yenə bir qapı qoyum. Əla. İndi isə məncə super oldu. Yavaşdan yuxarını artıq bağlaya bilərik bu basamaqlar ilə. Yox. Yenə deyəsən yuxarı çıxmalı olacam. Buradan çıxmaq olmur. Onda daş qoyum. Deməli istəyirəm bundan da bir dənə hündür olsun. Belə. Bu hündürlük, yəni polunu bəs eləyir. İndi isə yenə həmən qaydada buranda kamp ateşləri ilə bəzəyirəm. Bunu əslində söndürməyə də bilərəm. Sadəcə buradan elə də tüstü çıxmağına ehtiyac yoxdur. Çünki burada heç nə bişmir. Yəni məntiqsiz görünər, belə deyim. Ona görə yenə bunları da söndürəcəm. Çatmadı. Çox qəşəng oldu. İndi bunları da söndürüm. Baxın görün necə qəşəng görünəcək. Çiçək kimi. Bu daşları da aradan qaldıraq. Gördüyünüz kimi çox belə qəşəng oldu. Bu da itlərin evidir. Buranı da yuxarı ilə birləşdirək. Demək olar ki, hazırdır artıq. Işığı da qoydum mu tam olur. Bu fənərdən azdır zaten. Birini sağa qoyacağım, elə birini sola. Bunu buradan qoyaq, yaxşıdır. Birini də sağdan qoyaq, elə əla. İndi buranı da biraz belə dam görüntüsü verək, palçıq eləyək buraları. Ki oxşasın da, yəni həqiqətən də baxanda deyək ki, yəni bura seçilir o bir tərəflərdən. Yəqin ki, bəs eləyər. Həla, sizcə necə oldu? İndi isə birsiz birinə qalıb. Bircə qalıb ki, gedib heyvanları gətirək. Всё. Bunu da qıraq, lazımsız qalıb burada. Görək hansı heyvanları gətiririk bura.
Gəl, bili. Gəl. Bir dənəyə bax ya. Həmişə içlərində bir dənəsi belə mal olmalıdır da. Sözün əsl mənasında mal. Bax indi o qabaqdakı lama dayandı. Bunların hamısını gələ bir nazı ilə oynayasan. Gəlin. Lamaya səbrim çatmadı. Onun nazı ilə oynaya bilmərəm. Bunlar niyə sıxışmır? Elə hamısı birdən gəlir. Qətiyyən sıra mədəniyyəti yoxdur. Deyəsən qıracam ya. Çəkil indi qoyum ora. Çəkil olanı birləşdirim. İşte bir dənə çıxsam hazırdır. Əla. Bunları indi bir dənə çoxaldaq. Sizə gedin başqa heyvanlar da gətirim indi. Gördüyünüz kimi uşaqlar, sürünü yığmışam deməli başda. Yəni nə deyirsiz var. Toyuq da var, nə bilim qoyun da var. Demək olar ki, bizdə donuzumuz çatmır. Donuz. Bu toyuqları da yerləşdirim. Yeganə bircə donuz qalır. Sadəcə buralarda heç mən donuz görməmişəm də. Donuzu hardan tapacam mənə çox maraqlıdır. Ola bilsin bir xeyli axtaracam onu. Bunları da biraz çoxaldaq. Ceka, ətmişsən çörəkmi? Elə bildim balası qırağa çıxdı ya. Всё. Bunların da balası olsun. İnəkləri təzlənən yenə çoxaldaq. Əla, 2 dənə bala var ücə. Donuzu da axır ki tapmışam. Toyuqlar da çoxalıb. Demək olar ki hazırdır da. Bir dənə toyuq. Bu nə vaxt çölə çıxdı ya? Bayat onu. Sizə gəlin. Kökü buraxdım ki donuz gəlməsin bura. Bunlar gəlsin bəsdir. Sizə. Tək deyə buna yeri yoxdur da yəni kök verməyin. 4 dənə yumurtamız var. Görək düzə çıxar. Əla. İndi bunları da çoxaldaq. Nə qədər çox o qədər yaxşı. Başqa qalmadı deyəsən. Hamısı baladır. Qoyunları da çoxaldaq. Bir qaldı inəklər. Bunlar niyə çölə çıxır ya? Ola bilsin yerləşmirlər də içəriyə. Buna bax elə. Sürüş içəriyə. İçəri düş. Sən deyəsən ancaq vurmaq lazımdır. O özünə qoyulmur ya. Всё. Onu döyülmək haqqı idi. Bunları da ikisini də toyuq elinə salım. Qoyunu bir başqa vaxt böyüsün qıraram. Всё. Belə dostlar hazırdır. Bugünkü videomuzda bu qədərdir. Bilirəm biraz sıxıcı oldu. Amma ki yəni bu videoda belədir. Əgər bəyəndinizsə like atıb abunə olmağı unutmayın.